əziz xanımlar, sizlərlə bu səfər tanış etmək istədiyim növbəti ustamız Ayşən xanımın tələbələrindən biri olmuş adaptiv klassik kiprik qaynağı ustası Aysel xanımdır. Aysel xanım özünüz haqqında məlumat verin. Salam xanımlar, mən Aysel, 30 yaşım var. Adaptiv klassik kiprik qaynağı üzrə masteram, Ayşən xanımın tələbəsiyəm. Artıq 2 ildir ki, kiprik qaynağı üzrə masterlik edirəm. Mən sizə növbəti ustamızı yönləndirmək istərdim. Siz bu sahəyə nəyə görə bu sahəni seçdiniz? Mənim ən böyük arzularımdan biri gözəllik sahəsində çalışmaq idi. Və bildiyiniz kimi, mən Şəbnəm xanımın da tələbəsiyəm və 6 ildir ki, həm qaş, 2 ildir ki, artıq kiprik masteri olaraq çalışıram. Arzularım olduğu üçün, sevdiyim üçün bu sahəni. Çox pul gətirdiyi üçün bu sahəni. Bəli, biraz da məbləğdən yaxşı, sevdiyim işdən qazandığım üçün bu sahədəyəm. Çox gözəl. Mən növbəti son sualımı sizə yönləndirmək istərdim. Bu işdə sevdiyiniz və sevmədiyiniz nüanslar hansılardır? İşimi çox sevirəm, kollektivimi çox sevirəm. Amma çox gözəl müştərilər tanımışam, sevdiyim müştərilərin hədsiz dərəcədə çoxdur. Amma bəzi müştərilər var ki, çox negativ enerji ilə gəlirlər, negativlərini tökürlər, belə eləməyin xanımlar və tələsdirən müştərilər. Bildiyiniz kimi, kiprik qaynağı səbir və incəlik tələb edən bir işdir. Çox xahiş edirəm, bizi tələsdirməyin, biz işimizi sizə gözəl təqdim edəcək. Məncə bu yetərlidir. Və siz, mən düşünürəm ki, sizə də bunlar maraqlı oldu. İnşallah hər birinizi studiyamızda görmək diləyi ilə növbəti videolarda görüşənədək. Çox sağ olun bizə baxdığınız üçün.